Я ужасная, некрасивая и тупая. Чувствую себя хуже некуда. Bu da kısa bir etrafta 15 yaşlıdan gelip. У меня нет сил ни на что. Я чувствую себя хуже некуда. Я вообще и вообще я ужасная, некрасивая и tupая. Mama nичего не делает. Papa тоже не знаю, что с этим делать. Daha önce də qeyd elədiyim kimi 18 yaşdan aşağıların ətrafı kimi yazılmış bir şey mən onsuz ciddiyə almıram. Burada yazır ki, oğlum 20 yaşında. Yatır, düşünürəm игрушкаlar с плюшевыми игрушками и не стесняется даже перед девушкой. 42 yaşlı qadına gəlib etiraf. 20 yaşlı oğlum hələ də öz köhnə plüşevimi, medvedimi onların yanında yatır. Более того, он не стыдится этой привычки и не прячет игрушки, когда к нему приходят приятели или девушка. Возможно, это как-то связано с тем, что в детстве он тяжело переживал уход отца из семьи. Мои родители тоже развелись, когда я была маленькой, но мать запрещала мне доставать игрушки, подаренные отцом. Я не запрещаю этому своему сыну, но все же bespəkoyuz. Надо ли с этим что-то делать? Bizdə məşhur, populyar mövzu nədir? Son vaxtlar yadınıza düşər yəqin müəllifi kimdir? Adətən mənim də rast olduğum ki, falan yaşda valideynlə birgə yatma, hiperhimayə, falan yaşda bir adam özü niyə banyo yapa bilmir, falan yaşda bir adam niyə özü tək yata bilmir. Valideynlər də bunu əzizləyir hələ də 6-5 yaşında uşaq kimi. Yeni nəsil valideynlər uşaqlarının gün rejiminə hər şeyi eyni vaxtda eləmələrinə ki, bu şeylər hər gün hər şeyi eyni vaxtda eləmək, məsələn, dərman atmaq kimi yetişkinlərdə və ya yemək kimi, hansı ki, o rutin yetişkinlər üçün də vacibdir. Bayaq dedik, gün batımında yürüyüş yapmaq. 6 yaşlı uşaqları üfürə-üfürə, yəni əlinin içində böyüdən valideynlər, hansı ki, 90'lar tutaq ki, ya 2000'lər, bilmirəm də kim necə bacarırsa elə eləyir. Öz yaşadığı mənfi bir şeyləri burada korreksiya işi ilə məşğul olan hər bir yaratıcı insan, hansı ki, öz övladını öz əsəri kimi görür və onu həyata hazırlamaq, əziz deyərək hazırlamaq deyil, hər kəsin öz dili var. Onsuz da eyni evdə böyüyən müxtəlif övladlara da eyni metod keçərli deyil. Buna müvafiq olaraq hər yaşda adamın öz xatirələri var, keçmiş 35 yaşı ilə bağlı, 45 yaşı ilə bağlı, 60 yaşında adamlardan müəyyən maraqlı bir şeylər eşidə bilərsən deyirəm. Bəzində eşidə bilmirsən halbuki. Bilməm, həyat qayəsində baş elə qarışır ki, ya da elə xüsusi məqamlarda elə mənasız bir şəkildə bu şeylər ortaya çıxır ki, qarşı tərəfi tənqid etmək, günahlandırmaq kimi bir şeyləri əlavə edərək, ora ədviyyatmış kimi güya ki, situasiyanı daha da dadlı hala gətirərək də, bəzəyərək, düzəyərək, bəzən belə, bəzən də pis mənada bəzəyib düzəyərək.